Hamıya salam, mən Cavid. Bu günlər sizlə limitsiz qızıl farm eləyəcəm. Arxada gördüyünüz kimi qısaca ahırımız var, video kənarı onu düzəltdim. Hətta sizə göstərim. Gedək göstərim. Burada limitsiz türkçəsini deyim, buğday var. Buğdaydı, Azərbaycancası yadımdan çıxdı. Burada çoxlu yer köklərimiz var, hətta bura qoymaq yadımdan çıxdı. Nəysə, buradan çörək yığıram, çörək üçün işlədirəm də. Bunların adı nə idi bunların adı? Bu buğda, hə. Burada buğda farmı var, burada kök farmı var. Bu soruşasınız ki, bu lava nə üçündür? Gördüyünüz kimi qarlı bir dənə yer deyəm. Burada da su qoyan kimi buza çevrilir. Buza çevrilməməsi üçün yanlarına lav qoymuşam. Bu lavla bir yerdə olanda bunlar buza çevrilmir. Ona görə lava qoymuşam. Siz də beləsini yerlərsə, üstünüz qarlı bir yerdədirsə, əkin yetişdirmək üçün lava qoya bilərsiniz yanına, suyun. Nəsə də burada belənçinə şeylərimiz var. Burada da belənçinə şeylərimiz var. Onu qırım bu nəzərdən gətirmişdim. Nəysə, burada quzularımız var. Qoyunlarımız Qurban bayramında kəsilmək gözləyir. Nəsə də sarı qoyunlularımız var burada. Arada bir bunlardan gün üçün girirəm, qayçın azatdan kəsirəm bunların günlərin. Ondan sonra çoxaldıram da nəsə də bunlardan ət sat çıxır. Qarnımı doyustururam bunlarla. Bu alma. Burada fırınımız, hətta dəmir farmından nə qədər çıxırdı dünəndən bəri bayağı oynamışam da bir. Uzaq başı dünəndən videodan bəri 3 saat oynamışam da yəqin dünəndən bu günə videodan sonra. Baxam görüm hələ burada da var biraz. Envanterimdə də bir dənə saxlayıram ki, məsələn alətlərim zaten qırılanda salım. Necəsən? Nəsə də bunları atım bu tərəfə. Tam bir stek oldu deyə fikir verdiniz. Nəsə də buradan dəmir farmıdır. Bir də ki demişdim ki bunun necə işlədiyini göstərəcəm, amma necə işlədiyini tapanmadım. Yəni içəriyə yemək zad atıram, istəyirsiniz gözlərinizin qabağında eləyim. Çörək də atmışam, işə yaramayıbdı. Niyə olmur bilmirəm. Olmalıdır əslində. Videodan baxıb eləmişdim. Niyəsə olmayıbdı. Hər şeyi düz eləmişəm, amma nəyi səhv eləmişəm bilmirəm. Bu, yəni xarab bir farmdır, işləmir. Nəysə, bu günləri sizlə limitsiz qızıl farm eləyəcəm. Limitsiz qızıl farm üçün Nether'a getməliyik. Lavazımatlar da bunları da ortaya yığ, buraya yığacam hamısını. Əvvəla biraz deyəndə birazcıq mərdivən, ondan sonra biraz qırıq daş, bir stek olsa bəsdir. Ondan sonra 6 dənə ladin tələ qapısı. Sonra başqa nə var idi? Başqa elə heç nə yox idi. Başqa huni lazımdır, bir də sandıq lazımdır. Huni tez buradan düzəltək, yadımızdan çıxıb düzəltmək. Buradan götürək. Hunimiz belənçisinə düzəltmək. Ayda sandıq düzəltmək yadımdan çıxdı. Də belə. Dən də belə. Oğlum neynədim mən? Əyləncim olmadı. Bir də belə. 2 dənə oldu, 2 dənəsini düzəldə bilirik. Gedib ağac qırmalıyıq. Necə düzəldirdik dəmirlər buradaymış. Bir dənəsini düzəltdik, bir dənəsini də düzəltdik. Bir dənəsini də düzəltdik. Lavazımatlar bura qoyaq. Bir dənə də lazımdır. Onun üçün gedək tez ağac qırıb gəlirəm bura. Ona kimi videonu dayandıraq. Gəldik, sandıqları da düzəltdik. Gördüyünüz kimi 2 dənə sandığımızdır. Bizə elə 2 dənə lazımdır təzədən. İndi dəmirlərimizlə düzəldək hunilərimizi. Bir dənə daha lazımdır huni. Sandığımız da elə burada qalacaq. Lavazımatlar bunlardır. Bunlar olmasa düzəldəmirsiniz. Bu 5 dənə lavazımatdır. İndi Nether'a getməliyim. Mən həmişə kimi video kənarı oynadığım üçün Nether portalı tapmışdım. 40 Nether portalı. İndi gedək o 40 Nether portalına qabaqda getməliyik.
Yox, bir dəqiqə dağ tərəfdəydi. Ayda dağın əksinə. Həmişə qarışdırıram bu yolu. Nəysə, ora kimi videonu dayandıraq. Gəldik, çatdıq. İndi bunu bıraq. Gedək Nedra. Tam burada çıxışda düzəldəcəm. Düz ağzımızın içindədir də. Tam burada düzəldəcəm. Gördüyünüz kimi spawn olurlar da yəni. Mən heç girməsəm də spawn olurlar. Tam burada düzəldəcəm. Çox məntiqli bir yerdir mənim fikrimcə. Ya orada ya da burada düzəldəcəm. Məncə burada düzəldək. Nəysə, indi mənim verdiyim talimatlara görə eləyirsiniz buna. Belənçinə. Belənçinə gedirsiniz. 3 blok gedirsiniz belənçinə. 1, 2, 3. Sonra 4 blok belənçinə gedirsiniz. 1, 2, 3, 4. 4 blok getdik. İndi 3 blok təzədən gedirik. 1, 2, evet 2 saydım çünki burada bir dənəsi var idi. İndi buranı birləşdiririk, ortadan da qırırıq. İndi bunu 4 mərtəbə aşağı keçirdik. Bu birinci mərtəbə idi. 1, 2, 3. 3 mərtəbədə aşağı keçirdik. İndi 4 dənə də aşağı keçməli idi. 4 dənə aşağı keçməli idi. İndi mən buranı qırım. Lan bəxtimə bax, qazma qırıldı. Aha, mən buradan necə çıxacağam? Hə, şeyim var imiş. Hə, gedim burada şey qoymuşdum, ondan düzəldim. Həla düzəldim. Hə, indi qırdıqdan sonra nə etməliyik? Bizim o əsas hissəyə baxan tərəfə, yəni arxaya deyil, qabağa tərəfə sandığımızı işlətməliyik. Sandığımızı qoymalıyıq, yəni qutumuzu qoymalıyıq tam buradakı ortaya. Amma bura deyil, bura. Ortayadır. Ortada 2 dənə blok var. 1, 2. Qarşı tərəfə baxan ortaya. Yəni bura qoymalıyıq. Belə. Belənçini qoyduqdan sonra hunilərimizi götürməliyik. Hunilərdən birini sandığa bağlamalıyıq. Görürsünüz, indi sandığa bağlamalıyıq. O qalan ikisini də bu huniyə bağlamalıyıq. Əla, ikisini də bağladıq, gördüyünüz kimi burada. İşarələr çıxdı, yəni buna bağlanıbdır. Bu da buna bağlanıbdır. Oradan şeylər düşən kimi öldürəcəm. O da gələcək buna. Nəysə, nəfəsim kəsildi. İndi daşları götürməliyik. Daşlarla buraları bağlayaq. Bunu istədiyiniz kimi. Oy tövbə. Tam zafiyyə qalaq, xahiş edirəm bir dəqiqə. Bir 20 dəqiqə saat keçdi, görən nə haldadır buralıq. Baxın. Qas var hələ də. Yəqin ki var. Ay. Allah'ım sən mənə səbir ver. Okum zadım da yoxdur. Necə xilas olacaq mən buradan. Ayda. Gel. 1 vs 1. Gördünüz şahitlerim de var. Bazaram ben bu işi. Oha ne? Musiki diski. Hoppa. Ben bazaram da bu işi. Məndən başqası bacara bilər. Yarattım Neyse, buralığı söndürmənin vaxtı gəldi. Hayda. Yaradıram oyunu. Notsam elə bil. Ayda, kırık daş düzəltmək yaddan çıxdı. Neyse, buradan bir dənə giriş yeri düzəldim. Neyse, bir də gedib kırık daş deyil, basıq daşda yarım blok olan daş. Yarım blok. Nə ilə düzəldik? Daşla düzəldik. Daşımız çoxdur. Elə deyil, bu belənti ilə idi. Hə, belə.
Bunu götürək elə 6 dənə tam olur. Vaxtım getdi. Gedək. İndi bunların hamısının üstünə qoymalıyıq. 1, 2, 3, 4. Bir dəqiqə buradan çıxaq. 5, 6. Əyləndə tam qoymalıyıq. Yəni, məsələn, bunun üstünə qoymağa çalışsam alınmayacaq. Amma əyilib qoysam olur. Nəysə, indi buradan çıxaq. Çıxamayacaq yəqin. Oy. Nəysə, beləsinə bir görüntü alındı. İndi nə etməliyik? İndi daşları götürməliyik. Bağlayaq o şey. Bəs qədər şey elədik. Sən buradan giriş-çıxış yeri düzəldim bəlkə. Əşi, yox, səndə. Yox, bunu düzəltməliyik. 1, 2, 3. Bunu düzəltməliydik. Nəysə, buradan daşı qırıb çıxaq. Sənə də qırım. İndi biz bura necə gələcəyik? Belə bir görüntü alındı. İndi bunu bir blok daha yuxarı qaldırmalıyıq. İndi nə etməliyik? 2 blok beləntisinə qaldırmalıyıq. Niyə 2 blok? Çünki mən bunları çağıranda bunlar mənə vurmasın deyə 2 blok olmalı. 1 blok olsa oyun bitdi. Nəysə, indi nə etməliyik? Belə bir görüntü alındı. Belə yuxarıdan baxanda U şəklində bir görüntü alındı. İndi nə etməliyik? İndi bu 2 bloku, 4 dənə bloku qabağına blok qoymalıyıq, daş blok qoymalıyıq. 1, 2, 4 dənə oldu. İndi buradan da 2 dənə blok qaldırmalıyıq. 1, 2. İndi nə etməliyik? Şu aşağı buradan mərdivan qoymalıyıq. Nərdivan Azərbaycan. 1, 2, 3, 4, 5, 6. İndi biz bura qalxmaq üçün, bu hündürlüyə qalxmaq üçün bunu qoymalıyıq. Buradan bir dənəsini qoyduq. İndi deyəcəksiniz ki, bu canavarlar gələndə buradan qalxma imkanları var. Yox, qalxa bilmirlər, çünki bura yoxdur. Bura olsa qalxarlar. Buna qalxmaq üçün tullanmaq lazımdır. Bu NPC-lərdə də tullanma məsələsi yoxdur. Bunlardan söhbət gedir. Nəysə, indi belənçiyinə bir görüntü alındı. Tərsdən baxanda A şəklində görüntü alındı. İndi nə etməliyik? İndi demək olar ki, hazırdır. Bir dənə məsələ qalıb, o da Ladin tələ qapısı. Ladin tələ qapılarına düzək belənçiyinə. İndi bunları açmalıyıq. Bunlar bu mənfi 500 IQ-lülər bunu blok kimi görür. Ona görə gəlirlər buradan tullanırlar içəri deyəcəkdim. Kaş tullanmasaydım. Nümunə göstərəcəkdim. Nəysə, mən bura bağlayayım. Daşla bağlayaq. Bunlar mənfi 500 IQ-lülər gəlirlər. Bunu elə bilirlər ki, bu tam blokdur. Yəni bunun üstünə keçmək olur. Ona görə keçirlər, düşürlər aşağı. Biz də yuxarıda olacaq da. Biz də yuxarıda bunları gözləyəcəyik, hamısı gəlsin buradan düşsün. Ondan sonra buraya düşüb bunları qılıncla bir-bir öldürəcəyik. Bir-bir deyil də toplumca öldürəcəyik. İndi istəyirsiniz bir dənəsini yoxlayaq. Dəqiqə 60. Mən bunlardan bir dənəsinə vurub qaçacam. Vuranmadım. Gördüsən. Hamı üstümə hücuma keçdi. Gözləyəcəm indi burada. Hamı gəlir üstümə. Gördüyünüz kimi. Canamı. Gözləyirəm hamısı düşsün belə. Siz də gəlin. Hamıya yer var, narahat olun. Dalaşmayın, hamıya yer var. Əla, indi hamısı gəldi. Biz bunları kəsməliyik. Düşək aşağı. Hoppa, hasar vururlar. İndi kəsək. İndi nə verdi? Mən özümə bir dənə bu verdi. Bir dənə qızıl parçası verdi. Bir dənə də çürüyət verdi. İndi buradan baxaq. Elə də çox çıxmayıbdı, amma belənçinə AFK qalsa çox şey çıxa bilər. Bu zəif bir farm.
düzün demək lazımdırsa, bu zəif bir fandır. Ona görə də özümü övməyəcəm onun üstündə. Nəysə. İstəyirsiniz videomuzda da AFK qalaq. Aha, oyunun başına təzədən gəldim, baxın. Kaş girməsəydim. Bu məsələni qaslar çox olan yerə qoysaz, axırı mənimki kimidir. Mən yazıq canımın dolmasını gözləyirəm. Ay, nəzbilə keçmişəm. Görənə də oradadır, 100% oradadır. Canım damızda olsun, fulluyum. Yəqin ki, belə gedişlə qas icazə verməyəcək, mən onu səldim. Daşlar götürüm təzədən lazım olacaq. Onu da bağlayayım, baxmasın. İndi qalx. Allah, bir dəfə də. Bacaram da, bir dənə düşdü. O musiki hissəsindən. Mən gözləyirdim bu pigilinlər, zombi pigilinlər doğsun. Səndən takas eləməliyəm, görüm da. Gəl bura, xahiş edirəm, gəl. Düş bu tərəfə. Gəl. Düş bu tərəfə. Fağır elə də. Neyse düştü. Ay kakam o nədir? Hoppa. Güclü oklardan. Spektral ok. Güclü bir şey verdi. Dərin hadi. Buna kesildi. Adovam. O da davamlılık iksiri. Hə. Ateş dözümlülüyü. Sən gözlə sənə bir damla. Neynədim mən? Nəyi satdın? Yox. Mənim çox işimə yarayacaq. Nədir bu? Gözdə o tərəfdə bir dənə daha var, onu bilmirəm. İçini elədi, Allah bilər. Nəsə olmadı. Buralar. Hətta hər şey yaxşıdır, heç nə olmuyor. Deməli, mən buna görə deyirəm, nə möhkəm əşyalardan qurun. Nəysə. İndi buna da yer açacağım. Bunun bir dənəsini vuranda gəlsin deyə. İndi vururam bir dənəsinə gəlsin. Elə də sərdəndən gözləyirəm, bir saat dolar AFK olmuşam. Bir dənəsinə vururam. İndi hamısı çökəcək üstümə. Bunlar niyə gəlmir? Hamı gəlsin, deyə oradakilər də gəlir. Gəlin görüm, gəlin, mən buradayam. Əbu deyə gəlirlər. Siz də gəlin, hamıya yeri var, narahat olmayın, gəlin. Sən də gəl, Xabu deyirlər əsərdən. Hamısı gəldi, indi düşmək olar.
Ortağım getdi. Baxaq görək nə verdi. Qızıl qılınc verdi. Əladır, süperdi. 5 dənə də bu. Belə baxanda oyunuma alımda zəifdir. Buna görə də oyunun fərqli hissələrində bundan düzəltsəz lap yaxşı olar. Hər dəfə, yəni məsələn bunda bir dəfə zombi piglinləri çağırdınız, gəldi, onu elədiniz, ondan sonrakine gedin, ondan sonrakine eləncini daha nəticəli olar. Ya da güclü farm düzəldir bir dəfəlik. Səni həbs edin bura. Qardaşım gəl bura. Gəl də. Sən qızıl xoşlamırsan bəyəm. Xoş değilmiş. Ne verdi? Allah bilə. Ağır bunu verim. Mənim işimə yarayacaq. Necə? Məsələn, nəsə düzəldəndə. Ay, əla oldu. Ona çalışmaz. Orada da bir dənisini həbs eləmişdim. Gedim o arada baxım. Burada bir dənə var idi deyə. Bəyəqlər buradan 5 yaşlı mələntinə qalxdı. Qas var idi orada. İcazə vermirdi qalxmağa. Nəysə, amma indi isə qas yoxdur deyə rahatca qalxa bilərik. İndi daş zat qoya qalxıram. Eləncini ən asandır deyə daş zat qoya qalxmaq. Səhərdən zülüm çəkirəm qasa görə. Orada bir dəfə öldüm video kənarı qalxmağa çalışanda. Niyə öldüm? Oradan qalxanda qabağıma lav çıxdı, bilmirsiniz. Nether'da da lavlar su kimi axır. Su sürətində axır. Siz mənə lazımsınız. Xahiş edirəm. İndi buradaydı da bizim yer. Əla buradaymış. Necə? Birivizə vursam ömürlük yapışasınız mənə. Aha, zombidir. Zombi, gəl bura. Zombi, sən mənə lazımsın. Götür. İkiniz də baxın görün mənə nə verirsiniz. Siz Allah düzgün bir şey verin. Gözləyəcəm burada. Hoppa! Mən bunun üçün sizi sərbəst bıraxıram. Adamsınız. Obsidian. Da, bir dəqiqə, o mənim nə işimə yarayacaq? Baxın görüm şeylər doğuldu. Doğmayıbdı. Onda mən bunu qısaca sizə göstərim də kreativdə. Nəysə, kreativə qədər oyunu dayandıraq, videonu dayandıraq. Gördüyünüz kimi videonu dayandırdım və burada adamları canlandırdım. İndi bir dənə oxla atacağım. Bunlar gələcək bu tərəfə, mən də düşəcəm buradan. Bunları öldürəcəm. Sandığı zadı hamısını düzəltmişəm. İndi bir dənə vuraq. Körpüyə vurum da, indi tez biləsirlər. Gəlin, hamımız gəlin. Hamıya yer var. Nə oldu, niyə hamı axıya gəldi? Gəlsin hamı qabaq, hamı qabaq. Gəlin, hamıya yer var, nə oldu? İndi gedə bilərik. Hoppa, batırsan. Öldürək də. Hoppa. Çox yaxşı verirlər. İndi mənim envanterimdə bu qədər şey birikdi, əladır. Buradan da bu qədər. Yəni, düzün demək lazımdırsa zəifdir. Çox zəifdir həm də. Amma yeni başlayanlar üçün tövsiyə eləyirəm. Məncə yeni başlayanlar üçün qurulmağa dəyərmi? Dəyər.
Buna puanım 10 üzerinden, bu farma puanım 10 üzerinden 7. Neyse. Sağollaşma vaxtı gəldi mənim fikrimcə. Bu günləri sizlə bir yerdə farm düzəltdik. Nə farmı? Qızıl farmı. Amma düzünü demək lazımdırsa zəif idi. Yeni başlayanlar üçün tövsiyə edirəm. Hamıya sağ olun. Yeni videoda görüşərik. Bye. Bye.